Axşam xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 13-ün 9-a 4 otaqlı ev satışa çıxarıldı 98 bin manata. Bu da evin kupçası. Alar, almaz birbaşa qeydiyyata düşə biləcəyiniz bir evdir. Çöldən çölə 13-ün 9-a da təsəvvür edeyim. Evin içi, bax kupçada yazılıb, bax buradan oxuyub sizə deyirəm. 90 kvadrat 30, 90.30, yəni 90 kvadratdan da biraz artıq olan bir evdir. Yerləşdiyi ərazini deyirəm, Saray qəsəbəsində Tərnan Şallıq sarayından yəqin ki bir nə qədər olar? 250 metr olar olmaz. Bax belə bir evdir, çox qəşəng, gözəl, yaraşıqlı evdir. 98 min qiymətinə baxmayın. Mütləq qəşəng endirim olunacaq. İnşallah gəlib mütləq bu evə baxın. Deməli necədir evimiz? Şəbəkə pəncərələrləndir, üstü tarsovka emusiyadır. İndi qaranlıqda bilməm düşmür. Qəşəng krişalarda qara belə trigoniklər var 3 dənə. Bunu inşallah gələndə orada yerində görəcəksiniz gündüz vaxtı. Evin özü, hasar, hamısı tarsovka emusiyadır. Mərkəzi kanalizasiyası var, qaz, su, işıq sayğacları var. Əlavə bir dənə də belə əldamı var. Məndən müştərilər olur ki, həyətində əldamı olan ev istəyir. Bax, həmən ona uyğun bir evdir. İndi hələ ki yığışdırılmayıb, amma siz gəldə inşallah onlar da hamısı səliqə sahmana düşəcək. 98 mindən endirim olunacaq. Bu böyük evdir, bax böyük ev. Siz təsəvvür edin, 90 kvadrat ancaq kupçada yazılıb. 13-ün neçə? 13-ün 9-a evdir. Evimizin ara məsafələri də var. Hasarın qıraqları və evin qıraqlar kantı hamısı qabançıq ilə belə abisovka ilə bağlanıb. Hasarımızda belə ramka var. Evə baxın, görün, harada qutarır ev. Böyük evdir, həqiqətən böyük evdir. Yəni bunu inşallah gələndə yerində görəcəksiniz. 4 otaqlı evdir. 2, 3, 4, 5, 6, 7, bir daşda tam et 8. 8 daş kürsülü evdir. Bax, girdik koridoruna, evimizin koridoruna. Zəhmət olsa yaxınlaşaq. Girəcəkdə bax belə, bir dənə bura zəhmət olsa baxaq. Girəcəkdə bax belə güzgüdür, üstümüzdən güzgülər, sağında sonunda işıqlar da düz durur, koridorda vurulur. Bütün spotlarla əhatə olunub, hamısı yeri qəşəng taxta vurulub. Taxtanın üstündən standarta uyğun masarkası qoyulub, üstündən də laminatı vurulub. Koridordan birbaşa otaqları, açılır otaqları, mən də birbaşa qonaq otağına gəldim. Bax, yəni zala. İndi zala baxın yenə, görürsünüz. Çox qəşəng səliqəli evdir. Ona görə axşam vaxtı gəldim, bunu çəkmişim, mütləq görərsiniz. Şəbəkə pəncərə ilə bax, açılıq, yenə öz həyətimizi görürük. Görürsünüz, açılıq, yenə öz həyətimizi görürük. Kurqaboy qoşadaşla çıxılıb, almışın 40 fundan metrik, üstündən də 20-nin 40-a kəmər fırlardır. Telestentli yeri verilir, orada işıqlar, düşdür, hər şey qaydasındadır. Ağdan bax, gül kimi evdir, mütləq gəlib evə baxın. Qonaq otağını göstərəndən sonra buradan gəldik mətbəxinə. Hələ mətbəxə baxın. Görürsünüz, istifoldur bura. Mevlası keramikada vurulub, qazın xəttinə qədər hazır qoyulub, bütün nöqtələr qoyulub, hətta aspiratorun toxuna qədər çəkilib. Buradan da yenə də şəbəkə pəncərə açılıb, birbaşa öz həyəti görsənir. Həyətə bir dəqiqə baxaq, görsək öz həyəti görsənir. Deməli, mətbəximiz istifoldur, hamam tuvalet istifoldur. Bütün ev istifoldur da. İstipoldur. Hə, bütün ev hamısı istifoldur. Mən bir izah edeyim, amma bütün ev... Bütün ev yox, mətbəx. Hə, mətbəx, hamam tuvalet istifoldur. Qalanlarında radiator var. Hə, mətbəx, hamam tuvalet istifoldur, qalanlarında hamısında radiator var. Bu da koridorun yekunlaşdıq yeridir. Görürsünüz, böyük bir məsafədir. Buradan sanitar qovşağına yer açılır. Zalı göstərdim, qonaq otağını göstərdim, mətbəxi göstərdim. İndi yataq otaqlarına baxaq. Bax, bu bir yataq otağı. Baxın, bax bu bir yataq otağı görürsünüz nə qədər səliqəli. Sonra burası yataq otaqlarının böyüklüyünə baxın. Görürsünüz, koridor bax belə gəlir, burası belə böyük enlənir. Buradan bir dənə sanitar qovşağına gəlmişkən baxaq. Baxırsınız sanitar qovşağı, görün nə qədər. Sonra növbəti yataq otaqları, bura baxın yenə. Baxın, bax, böyük bir yataq otağı. Hamısı böyük, burada balaca otaq yoxdur, görün nə qoydu otaqları. Bütün yataq otaqları, zalı, mətbəxi, koridor hamısı böyüdür. Çünki 90 kvadratlıq evdir. Hələ bu yataq otağına baxın. Görürsünüz nə buradadır, bax. Bax, qeyri-adi kvadratlı, həqiqətən bu kvadratda az sayılar olur. Qiymətindən yenə deyəm, narahat olmayın. Hansı otaq qaldı çəkmədə? Şu hamısını çəkmədə. Bütün otaqları çəkdik. Qiymətindən narahat olmayın. Bir də izah edirəm. Saray qəsəbəsində Tərnan Şallıq sarayından böləndən sonra içəri yəqin ki 250 metr məsafədə gəlib çıxırsınız bura. Mərkəzi kanalizasiya, qaz, su, işıq sayğacları var. 90 kvadrat ancaq kupçada yazılıb, 11-in 8-ə də evdir. Ümumi sahəsi. Real altılarımız buyursun, zəng edəsiniz. Sağ olun.